Övladlarımıza yetərincə, bol-bol sevgi verək. Bu bəlkə də onları dünyanın ən sağlam düşüncəli, ən xoşbəxt insanlarından biri eləyə bilər. Əminəm ki, bütün valideynlər övladlarını sevir. Amma onları sevmək, onları ən yaxşı məktəblərdə oxutmaq, ən bahalı geyimləri almaq, ən çox oyuncaqları almaq demək deyil. Və yaxud da arzularımızı onların üzərində reallaşdıraraq hansısa bir qəlibə salmaq demək deyil. Onları kəşf etməliyik, anlamalıyıq. Hansısa yanlış davranışları edəndə onları əzərək, danlayaraq, incidərək, niyə bu hərəkət elədin demək yerinə, günahlandırmaq yerinə, bu hərəkəti eləməkdə səbəbin nə idi deyə sadəcə olaraq anlamağa çalışmaq. Unutmayaq ki, valideynləri tərəfindən əzilən uşaqlar ya başqaları tərəfindən daim əziləcək, ya da onlar kimi əzəcək. Amma valideynləri tərəfindən sevildiyini hiss edən, anlaşıldığını hiss edən və problemli vəziyyətlərdə problemdən necə çıxmağın yollarını öyrənən uşaqlar gələcəkdə dünyanın ən sağlam düşüncəli və ən xoşbəxt insanlarından biri olacaq.